siyasi nümayəndələri, hər kəs bu anı necə bana Seyid Qasımov, Talih Babayev, Mehdi Rızayev, Kamran Qürbətov, Məmmədov, Ramil Əsənzadə, həkimimiz Samir Məmmədov, komandanın meneceri Emil Mövsümov prosesi həyata keçirildi. Milli kubok təqdim olunur. Kubok təqdim olunur. Dünya çempionu Azərbaycan komandası, dünya çempionu Azərbaycan seçməsi, Azərbaycan millisi 2025-ci ilin dünya çempionu, Azərbaycan seçməsi, öz uşaqlarımız dünya çempionu olur. Bizə qələbə çox yaraşır. 12 gün ərzində çox heyecanlı məqamlar keçirdik. Çox narahat olduq. Səhvlərə görə biraz heyecanlandıq. Gol vuranda sevindik. Milli Gimnastik Arenasına hər kəs gəldi. Hər kəs milli komandamıza dəstək olmağa çalışdı. Onların yanında olmağa səy göstərdilər. Və bu da birliyin nəticəsi. Azərbaycan dünya çempionudur. Mini futbol Avropa çempionluğundan sonra dünya çempionu titulunu da komandası çok ümit varıq ki bu uğurun davamını gətirəcək. Sizi bu gözəl görüntülərlə baş-başa bırakmak istəyirəm. Yayma rejissoru Elvin Kulusoy idi. Oyunun şərhçisi isə Tural Məmmədli idi. Sağ olun, növbətli qələbələrə dək, görüşənə dək hörmətli tamaşaçılar. Orxan Məmmədov. Çok əla görüntülər, azarkeşlər, hər kəs. Bəlkə də o indi bunu dərk etmir, bəlkə də bunu anlamır. Azərbaycan milli dünya çempionu Azərbaycan seçməsi. Bu görüşündən adını tabloya yazdırdı. Bəli, bax bu qələbəsidir. Bütün Azərbaycanlıların qələbəsidir. Azərbaycan seçməsinin üzvləri öz bacarıqlarıyla, əziyyətləriyle görüşündə inanlı qələbə qazanaraq dünyada hamıları, öz uşaqlarımız, boş yerə sizə öz uşaqlarımız fikrini deməmişik. Komanda azarkeş baxımından bir kasatlıq yaşamasın. Daim onlar güclü olduğunu sübuta getirdi. Azərbaycan seçməsi bir daha Azərbaycan xalqına